Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi't tayyibin tahirin ve la'netullahi ala a'daihim ecmaîn minel an ila kıyam yevmiddin. Başlayırıq Kitabul I'tiqadat, Etiqadat kitabına ki Şeyx Saduq Rahmetullahi Aleyhin Əl-Etiqadat kitabıdır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd aləmlərin Rəbbi üçündür və Rəbbinə məxsusdur. Vəhdəhu la şərikə ləh. Və o təkdir, heç bir şəriki yoxdur. Bu kitabın xutbəsidir. Və aşağıda müəyyən hədislər getirib həmdə aid ya məsələn vəhdəhu la şərikə ləhin deməyin savabına aid ora müraciət eləyəsiniz. Və sallallahu ala seyyidina Muhammed ən-nəbi və alihi və səlləmə təslimə və həsbunallah və ni'məl vəkil. Və bizə Allah kifayətdir və o ən gözəl, ən yaxşı vəkildir. Babu sıfatı i'tiqad el-imamiyyə fit-tevhid. İlk babı başlayır tevhid barəsində imamiyyənin etiqadına haqqında. Dediyimiz kimi Şeyx Saduq Rahmetullahi Aleyh həmin bu kitabda əslində hədis yazmaq istəmirdi. Yəni hədisləri çıxıb əslində Şeyx Saduq Rahmetullahi Aleyhin dəvi bundan ibarətdir ki, yəni adəti bundan ibarətdir ki, o bir dənə kitab yazanda ancaq hədislə yazır. Məsələn, mən la yahfurul faqih əslində onun bir növ deyir risaləsidir. Sadəcə ancaq hədislə yazır. Özü də deyir ki, burada olanlar ancaq mənimlə Allah aramda olan bir hüccətlərdir, yəni mənim üçün dəlildir və mən bunlarla fətva verirəm. Fətva verdiklərimi bura yığmışam. Mənası nədir? Yəni bu adamın fətvasını bildirir neylə? Həmən bu yazdığı hədislərlə. Əl-İtiqadat əsərində isə uzanmasın deyə, bəhs sözü uzanmasın deyə Şeyx Saduq Rahmetullahi Aleyh getirib ancaq hədislərdən çıxartdığı nəticəni qısa olaraq etiqadat yazıb. Bir balaca bir risalə yazmaq istəyib ki, həmin bu risalə, bu şiələr bilsinlər ki, imamiyyə bilsin ki, bunların etiqadları nədir? Əsas etiqadları, əqidələri nədən ibarətdir? Həmin o əsas əqidələrini bilsinlər deyə qısa olaraq yazıb. Ona görə bir çox yerdə, bəzi yerlərdə görəcəksiniz, hədis getirir. Amma əksər yerdə getirdiyi ibarələrə fikir verəcəksiniz, görəcəksiniz ki, ibarələr özləri hədis nə cür deyibsə, sırf hədisin ibarəsini getirib. Deyib, etiqadımız filan cürdə, həmin o filan cür sözü, məsələn, hədisdə gəlib. İndi ilk olaraq başlayır tevhid barəsində imamiyyənin əqidəsindən. قال الشيخ أبو جعفر محمد بن علي بن الحسين بن موسى بن بابويه الفقيه. Yəni bu Şeyx Saduq Rahmetullahi Aleyhin öz adıdır. Yəni Şeyx Saduq Rahmetullahi Aleyh deyib ki, el-musannif li hadal kitab. Bu kitabın müəllifi. Bu o demək deyil ha, yəni bu adını yazıbsa, məsələn bu neçə dənə vəc var. Bir budur ki, ola bilər yazdırıb. Çünki bir çoxunu onlar imla edirdilər. Məsələn, əmalilər var. Əmali nədəsində? Əmali bunun imlalarıdır. Məsələn, bir növ deyək ki, məsciddə xutbə deyib. Ramazan ayında xutbə necür demirlər indi. O vaxtı bunların adəti bunlar ibarət deyir ki, ancaq hədis. Məsələn, əmalini oxuyanda görəcəksən. Deyir ki, bunu filan kes, Şeyx Müfidin məsələn, oğlu getirir Şeyx Müfiddən, adında olan qədərlə oğlu yazır. Oğlu öz atasında məsələn bir adını yazır. Şeyx Tusidən də deyir ki, Şeyx Tusi adını yazır, uzun adını və deyir ki, bunu məsələn filan yerdə, filan ildə, filan ayın, filan günündə bizə imla elətdirdi. Yəni imla məclislərdir, sırf imla yazdırırdı orada. Orada da hədislər bir babla olmur. Məsələn, bəzi kitablar bablarla olur. Məsələn, tevhid ancaq tevhidə aid hədisləri yazır. Sonra ad nə deyib, məanil əxbar ancaq bəzi hədislərin mənaları haqqında olan şeyləri yazıb Şeyx Saduq. Və yaxud da məsələn Əl-Qeybədə Şeyx Tusi Rahmetullahi Aleyh ancaq qeybətə aid yazıb. Amma əmalidə müəyyən bir mövzu olmur. Hər dəfə elə bir məclis keçirmirsən, sənin müxtəlif mövzuların olmur. Bu da o cürünə bir məclisdə keçir və müxtəlif hədisləri, eşitdikləri hədisləri isnadla deyiblər. Bunun bir vəci budur ki, Şeyx Saduq Rahmetullahi Aleyh onu da imlalayıb yazıb. Amma bir vəci də budur ki, xeyr. Adı ilə özü kitab yazıb, sadəcə əvvəldə öz adını yazır. Nəzir ki, Kuleyni Rahmetullahi Aleyhin özündə də var. Bizi Kuleyni Rahmetullahi Aleyhin özündə deyər ki, Muhammed ibn Yaqub el-Kuleyni anil filan. Yaxşı, Muhammed ibn Yaqub el-Kuleyni sözünü kim yazır?
Özü yazıldı, çünki bu kitabı imla elətdirmir, bunu özü yazır. Düzdür, bir vəci də budur ki, sadəcə bunu kim deyir mənasında, çünki qədim kitabların adəti buydu. Sən indiki kimi deyirdi ki, çıxsın biləsən kimindir, kimin deyir. Kitabın orasında da əvvəldən yazırdılar ki, bu artıq bilsin ki, kimin kitabıdır. Bir növdiyə imzasıdır da. Əl-Musannif lihazəl kitab. Bu kitabın niyə bir dənə təvhidə fikir verin? Deyir ki, yazır, hədisi yazır, sonra deyir ki, özü yazır da təvhidə. Amma nə yazır? Qalə musannifu hazəl kitab. Bu kitabın müəllifi deyir. Yox da deyir. Elə deyir ki, elə bir üçüncü şəxslə danışır. Düzdür, amma halbuki özüdür. Yəni o cürünə yazmağa o vaxtda bir adət idi. Bəziləri bu sözləri getirirlər. Niyə buna biraz artıq danışdım bu barədə? Çünki bəziləri müəyyən kitablar bu sözü getirirlər. O ki, iddiası çox olmur. Deyir ki, hə, filan kitaba baxanda görürük ki, filan kitab əslində filan kesin deyil. Niyə? Çünki orada gəlir ki, məsələn, şeydən getirirlər, Əli ibn İbrahim Qumminin özündən getirirlər ki, orada bəzi yerlərdə gəlir ki, Qalə Əli ibn İbrahim Qummi. Ha, bu bir çox kitabda var da, sən niyə iradlanacaq Əli ibn İbrahim Qumminin təfsirinə? Onda gəlirsən Kuleyniyə də o iradı bildirəsən, bütün adını Təvhidə də və digər kitabları da bu iradı bildirəsən. Buna deyir, i'ləm, bil. Ənə ətiqadənə fit-təvhid. Bizim təvhid barədə olan etiqadımız nədir? Ənəlləhə təbarəkə və təala vahidun əhəd. Allah Teala nədir? Təkdir. Allah Teala təkdir. Və bundan sonra bir-bir Allahın sifətləri haqqında gələcək sayacaq. Sadəcə birinci olaraq ilk bəhsimiz vahidun əhəddir və dediyim kimi, əsasən bu təbəddən oxuyuruq deyə, bu təbdə müxtəlif hədislər də verir və bu faydalıdır deyə biz ancaq üstündən keçmirik, yəni təkdir, üstündən keçək. Müəyyən hədislər var ki, lazımlıdır və vahid əhəd haqqında da danışmalıyıq. İlk olaraq, Ənəlləhə təbarəkə və təala deyildikdə, ilk bəhsimiz budur ki, Allah nədir? Allah sözü nədən götürülür və mənası nədir? Çünki hər dəfə deyirik Allah, Allah, yəni yaxşı, bu sözün mənası nədir? Allah sözünün mənası haqqında, əslində Allah da elə həmin o pak zatın, həmin o bütün gözəl sifətlərə malik olan o zatın bir məxsusi adıdır. Nə cür ki, Allah Teala'nın hədislərimizdə də olmasa Peyğəmbər buyurur ki, İnnə lillahi təbarəkə və teala 99 ismən. Allahın 99 dənə adı var. Deyir, vahiyyə, başlayır o adları sayanda deyir Allah. Birincisi nədir? Allahdır. Yəni, Allah da o adlardan biridir. Yəni, Allah bir şeydir. Sadəcə Allah adı sırf məxsusi addır. Onu başqasına qoymaq şərən də haramdır. Məsələn, Rəhman adını qoya bilərsə, Rəhim indi bəzilərində məkruh deyirlər, bəzilərində məsələn, əbdsiz, zasız məkruh. Amma Allah'a mücərrəd əbdsiz qoysun. Allah bu iş olacaq haram. Niyə? Çünki sırf Allah'a məxsusdur bu ad. Və bu adın xüsusiyyəti digər isimlərdən fərqləndirən xüsusiyyət budur ki, bu bütün sifətləri özündə cəm edən zata məxsus bir addır. Yəni bir sifət bildirmir, sadəcə o bütün o sifətləri cəm eləyən bir məbudun adıdır. İndi Allah sözü nədən tutulur? Allah sözü bir nəzər bundan ibarət ələhədən, yəni ümumən ələhədən tutulub. Sadəcə ələhənin mənası nədir? Ələhənin mənası, bir mənası, yəni ona pənah aparılar. Düzdür, ələhə pənah aparmağa deyirlər. Allah da bir növ pənah aparılan deməkdir. Məsələn, bu barədə Əmir el-Möminin Əli əleyhissalam buyurur ki, qalə Allah mə'na, Əli əleyhissalam burada bir başqa mə'bud mənasını verir. Düzdür, birinci. Deyir, Allah mə'nahul mə'bud. Allah əl-ilahdan da o da məbud deməkdir. Bir çox yerdə oxuyacaqsa, ən əsas Allah nədir? Məbud götürülür. Sadəcə o pənah aparmaqdır. Digərlərdə görəcəksiniz ki, bunlar əslində məbud adının içində bunu götürmək olur. Məsələn, nə deyir? Əlləzi ya'ləhu fihil xalq. Hansı ki, və yu'ləh iley. Bəndələr nə edir? Ona pənah aparır. Bildin? Yu'ləh iley, yəni bəndələr ona pənah aparır. Ya'lə fihil xalq, yəni bəndələr onda bir növ valih olur. Bir mənası valih olmaqdır da. Bəndələr onda valih olur. Yəni valih nə mənadır? Yəni dərk eləyəmlə heyrətdə qalırlar. Bir mənası çünki heyrət mənasıdır. Bir mənası da nədir? Bir mənası da budur ki, pənah aparırlar. Bu Ət-Təvhiddə gəlir. Və yaxud da İmam Baqir əleyhissalam buyurur, Allah mə'nahul mə'bud. Allahın mənası nədir? Mə'buddir. Əlləzi əlihəl xəlqu ən dərki mahiyyətihi. Bütün məxluqatlar onun mahiyyətini dərk eləməkdən nə qalıblar? Heyrətdə qalıblar. Yəni dərk eləyə bilməyiblər. Heyrətdə qalmaq həmin o başa düşməməkdir. Vəl-ihətə bi keyfiyyətihi. Və həmin bu bütün məxluqat bunun keyfiyyətinə əhatə eləməkdən nədir? Aciz qalıblar.
Və anil İmam Sadiq əleyhissalam. İmam Sadiq əleyhissalam bunu Hişam ibn Həkimə dediyi uzun bir hədisdir. Orada deyir ki, qalə Allah muştaqun min ilah. Allah sözü ilahdan tutulub. Təsəvvür edin, Allah sözü haqqında alimlər arasında ixtilaf var. Allah sözü nədənsə götürülüb, götürülmür. Bizdə də bəzən şeylər, Allah adı götürülüb və götürülüb bəhsənbə. Əslində İmam açıq-aşkar deyir ki, muştaqunda götürülüb, yəni tutulub ilah sözündən. Çünki bəzilər deyir ki, Allah özü nədir? İsmi ələmdir. Birbaşa ilə yəni düzəldilib elə Allah üçün. Yəni heç nədən götürülmür. Amma imam deyir ki, Allah ilahdan götürür. Vel ilah yaqtadi ma'luha. İlah nəyi tələb eləyir? Bir dənə məbudu tələb eləyir. Burada imam nəyi bəyan eləmək istəyir? Çünki hədis uzundur. Deyir ki, isim mənadan ayrı bir şeydir. Yəni əslində bir məna olmalıdır, məna ayrı bir şey olmalıdır. Sadəcə isim ona dəlalət eləməlidir. İmam da deyir ki, Allah ilahdan götürülür. Yəni məbud sözündən. Bu məbud da həqiqi bir dənə məbudun olmağını istəyir. Yəni gərək bir dənə mənada məbud olsun ki, bu ilah sözü ona dəlalət eləsin. Həqiqətdə bu ilah, yəni söz olaraq ilah həmin o məbudda nədir? Ayrıdır. Vəl isim qeyrül müsəmma. Ad adlanandan başqa bir şeydir. Yəni ilah məluhun özündən ayrı bir şeydir. Çünki bu adlar ancaq nə xarakter daşıyır? Sırf sən həmin o mənanı tanıyasan deyə ona bir əlamətdir ki, sən bu əlamət, bu nişanə ilə zehnüvə həmin o məna gəlsin. Yoxsa ismin özünün həqiqi vücudu var? Xeyr. Çünki 4 dənə vücud əsas sayırlar. Düzdür, ikisi həqiqidir, ikisi etibaridir. İkisi həmin o həqiqi bir xaricidir. Nəinki zahiri, xarici və bir də zehni. Düzdür, xarici də həqiqidir, zehni də həqiqidir. Xarici ona görə həqiqidir ki, çünki xaricdə var mövcud həqiqi. Zehni də ona görə ki, əgər zehində bu olmasaydı, ömür boyu mən səni tanımazdım. Ömür boyu sənin haqqında məlumatım olmazdı. Çünki sən mənim zehnimdə deyirsən ki, zehnimdə bir dənə sənin sünnəsi vücud var ki, vücudu zehni deyirlər. Bu normaldır. Yəni həmən bu mövcud olmalıdır. Bu da həqiqi mövcuddur. Amma bundan əlavə 2 dənə mövcud var. Bir, ləfzidir, bir kətbi. Bunlar etibaridir. Bu da nə üçündür? İnsanlar bir-birini başa düşmək üçün, ya kiməsə neysə başa salmaq üçün yazı da sonraki dövrlər üçün. Çünki yazı əslində nədir? Yazı müəyyən bir dənə xətdir. O xəttin nə əlaqəsi var ki? İstər A-nı belə çəkdin, ya aşağıdan yuxarı çəkdin, heç bir məna vermir, ya verəcək, verəcək, yuxarıdan aşağı A. Nəcə olur ki, 2 dənə xətdir də. Yəni əslində varanda görsən heç bir həqiqəti yoxdur. Və yaxud da ki, isim də o cür nədir? İsim ləfz olaraq, mən ki, indi hal-hazırda danışıyorum, bunlar əslində bir səsdir. Nə fərqi var ki, bu səs çıxdı ya çıxmadı? Düzdür, bu səsdən nəsə dəyişir? Yox. Sadəcə bu ancaq adını etibaridir. Yəni bizdə məsələn, deyim ki, Allah sözü deyəndə A səsi, L səsi, A, bir də H səsini deyirik, əgər bunları yanaşı qoysun, sənin zehninə nə gələcək? Həmin o Allah haqqında olan bir məlumat gələcək. Məsələn, zehnindəki vücudu xatırlayacaqsan. Və illa bu sözün nə aidiyyəti var ki? Buna ən böyük dəlillərimizdən bir növdə etibarı olmaqla müxtəlif dillərdə. Məsələn, mən gələm o çörəyi, vücudu xarici, vücudu zehnisini göstərsəm, amma başa düşəcək ki, nədir bu? Amma sözünü gedim mən bir günləri ingilisin yanında deyim, başa düşməyəcək. Çörəyi sözünü sırf deyir amma. Düzdür? Amma o da çörəyi nə deyir, mən onu başa düşməyəcəm. Niyə? Çünki bu etibaridir. Ona görə, mənə görə dəyişə bilir. Amma bu günlər yanımıza çörək deyən kimi o qədər əlaqəsi var ki, tez zehnimizə çörək gəlir, acı olanda hətta çörək həvəslə düşürük. Amma mən bunu gedim bir dənə Rusun yanında 200 dəfə dedim, çörək, o zaman nə üçün gəlməyəcək? Düzdür? Yəni bunlar etibari bir şeydir. İmam da deyir ki, Allahın adları da bu cür nədir? Ad həmin bu adlanmışdan ayrı bir şeydir. Və bundan sonra bir başqa bir məna haqqında söyləyəndə imam deyir ki, mən bütün hədisləri oxumuram da, bəzilən o müəyyən hədisləri istəsəz özünüz ayrıca müraciət edə bilərsiniz. Bir mənası da dediyimiz kimi pənah aparmaq idi. Düzdür? İmam buyurur anil İmam el-Askari aleyhisselam qal Allah huvellezî yetəəlləh ileyhi indəl havaic və şədait kulli məxluq. Allah həmin o Allahdır ki, bütün məxluqatlar ehtiyacları olanda, şiddətli hallarda neynirlər? Ona pənah aparırlar. İndə inqita'ir rəca min kulli mən huvə dunə. Və elə bir zamanda ki, ondan başqa hamıdan əlaqəsini keçirlər, sırf ona pənah aparırlar. Bu da əslində, elə bu da qayıdır məbud mənasına. Çünki həqiqi ibadət budur. Ki, öz ehtiyacı başa düşərsən, çünki ibadətin həqiqəti nədir? Xududur da. Xudu nədir? Sən başa düşərsən ki, heç bir yandan sənə bir xeyir yoxdur.
və heç yandan sənə bir kömək də gələ bilməz, ancaq Allahdan gələcək və bütün ona pənah aparsan. Əslində bu da Allah əslində hələ məbuddur. İlah sözü məbuddur. Bunlar onun hələ bir başqa tərəfləridir ki, yəni həmin onun bir növ həqiqətini açıqlayır və bir-birinə rabitəsi olan mənalardır. Bunlar imamın sözü idi və indi Şeyx Saduq Rəhmətullah Aleyh Ət-Təvhiddə şərh verir. Şeyx Saduq Rəhmətullah Aleyh ki, bu kitabın müəllifinin Təvhiddə verdiyi şərhlər də çox önəmlidir. Düzdür, hamısını qeyd eləmir burada. Məsələn, bəzi şərhlər ki, daha mühümdür, məsələn, onları qeyd eləyəcək. Onun da biz bəzilərini həmçə oxumayacaq, bəzi hissələrini oxuyacaq. Şeyx Saduq Rəhmətullah Aleyh deyir ki, Allah vəl-ilahu vəl-mustahaq lil-ibadə. Allahla ilah nədir? Mustahaq lil-ibadədir. Yəni, həmin ona deyirlər ki, onun ibadətə haqqı çatsın. La ilahə illallahda ki, həmin o ilah var, yəni mustahaq ibadəti sən şeylisin. Və la yəhəqqul ibadə illə ləh. İbadət Allahdan başqasına ola bilməz. Fətəqul ləm yəzəl ilahə. İndi burada söz var. Yaxşı, ancaq ibadət olunmalıdır. Bəs Allah üçün deyir, ləm yəzəl ilahə. Çünki ibadət üçün gərək bir başqa bir məxluq olsun ki, o Allaha ibadət eləsin də. Düzdür? Çünki başqa bir məxluq olmasa ibadət olmayacaq. Düzdür? Ləm yəzəl ilahənin mənası nədir? Ləm yəzəl ilahə, yəni biz ki, ləm yəzəl budur ki, yəni bu əzəli nə olub? İlah olub. Deyir, əzəli ilahın mənası budur ki, istihqaq ibadət, yəni bimə'nə ənəhu yəhəqqu ləhul ibadə. Yəni bu daimən əzəliyən ibadətə layiq olub. Mənası bu deyil ki, yəni həmişə bu hələ yəni feil olsun, ibadət olsun ki, bu ona görə məbud olsun. Yox, yəni istihqaq, mustahaq lil ibadə olub əzəliyyə. Ona görə biz ilah sözünü nə edə bilərik? İlah sözünü deyəcəyik ki, zati sifətlərdəndir. Çünki sırf feili mənası götürsün, sonunda gəlir deyəsən nədir? Bu feili sifətdir. Çünki feili sifət nədir? Feili sifət budur ki, onu Allahdan inkar da eləyə bilərsən, isbat da eləyə bilərsən. Allah haqqında, məsələn, xaliq. Allah bunun xaliqidir, filan şey xaliqidir, yəni yaratmıyor. Filan şey yaradır, filan şey yaratmıyor. Ola bilər, ola bilməz. O Şeyx Kuleyni Rəhmətullah Aleyh kafidə şeydir. Belə bir fərqini qoyur, çox qəşəng bir fərqdir. Ki, filan şey ispat eləyə bilərsən, nəfi də eləyə bilərsən. Düzdür, məsələn, rozu vermir. Filan kesə rozu verdi, filan kesə vermədi. Bağışlamaq, filan kesi bağışladı, filan kesə. Bu, o deməkdir ki, feilidir. Amma həmən bu zati feillər budur ki, xeyr, sən ona ancaq Allah üçün ispat eləyə bilərsən. Məsələn, Allah bilmir, deyə bilərsən, Allah filan şey bildi, filan şey bilmədi. Baxmayaraq ki, indi bəzilər deyir ki, gələcək, bilmir. Əl-aqullə, ha. Düzdür, Allah haqqında sən bu şeyi deyə bilmərsən. Və əslində birbaşa ziddi həmin o elm sifətini götürürsən bu mənada, sən ziddiyyət təşkil edəcək onu. Sonra məsələn, qüdrət deyə bilərsən, Allah filan şey qüdrəti var, filan şey qüdrəti yoxdur, deyə bilmərsən. Düzdür, Allah hər şeyə qüdrətli var. Ona görə də hansı, məsəl üçün, indi ilah, sən deyə bilərsən ki, Allah həmişə ad nədir? Düşün ki, məbuddur, bir vaxtlar olub ki, Allah da Allah məbud olmasın, feil baxımdan. Yəni, ona ibadət eləyən, heç nə olmayanda, layiq olmayıb, demir, layiq olmayıb, başqadır, layiq olmayıb, deyir, əzəlidir, ad nədir, feilidir ki. Onu feili getirsəydi deyirəm. Nə feili getirsən? Layiq olmaq feili deyil ki, layiq olmaq bir mənadır. Söhbətimiz budur ki, ilahi feili layiq olma getirmirik. İlahi ancaq belə ibadət götürsə, ibadət, xaricdəki ibadət. O xaricdəki ibadət mənasında getirsən, bəli, bir zamanlar olub, Allahdan başqa, yəni zaman deyəndə indi deyəcəksən, zaman da olmayıb bir vaxtlar. Düzdür, məcazən bir mənada deyirik ki, yəni Allah olub, Allahdan başqa heç nə olmayıb. Yaxşı, Allahdan başqa heç nə olmayıb, Allah nəuzubullah öz-özünə ibadət edib. Ona görə sən ilahi sırf ibadət mənasında getirə bilmərsən. Nə mənada getirəcəksən? Mustahaq lil ibadə. Mustahaq lil ibadə, bəli, istər buna ibadət eləyən olsun olmasın, bu mustahaqdır, mustahaq deyil. Mustahaq da ona görə olacaq nə? Zati sifət, nəinki feili sifət. Məlum? Fəqəddəru ən... Və lihədə ləmmə dalləl müşrikun فَقَدَّرُوا أَنَّ الْعِبَادَ تَجِبْ لِلْأَسْنَامِ سَمُّوهَا آلِهَةً. Deyir, elə ki, müşriklər zəlalətə uğradılar, bunların da zəlalətə uğrayanda nə dedilər? Elə bildilər ki, ibadət sənəmlərə də, həmin o bütlərə də olar, ona görə onları da neynədir? Alihə adlandırdı. İndi ondan sonra keçir, Şeyx Saduq Rəhmətullah Aleyh deyir, وَأَسْلُهُ الْإِلَهِ Əl-İlahə. Əslisi neydi? Əl-İlahədir. Çünki ilahə və hiyəl ibadə. İbadədir də.
İbadət mənasındadır. Və yuqal əsluhu əl-ələh. Bəziləri deyir ki, əsli nədir? Ələhdir. Yuqal ələhər rəcul yələhu ileyh. Ey fəza'a ileyhi min əmrin nəzələ bih. Yəni, bir dənə buna bir bəla gələndə bu neysə pənah apardı. Ələhə bu mənada. Və ələhəhu ey əcarəhu. Ələhəhu iki mənadadır. Deyir, adı nədir? Ələhər rəcul yələhu ileyh pənah apardı. Düzdür? Bir də var ələhəhu. O kişini də biri neynədi? Onu kimə ki pənah aparmışdı, o da onu neynədi? İcarəyə götürdü, yəni öhdəsinə götürdü. Bu mənada Allah götürsün, Allah iki mənada ilah oldu da, bildin? Bir, biz pənah aparır, bir də ki o öhdəsinə götürür. Düzdür? Amma bu nədir deyib? Bu də əsli əl-ilahədir. Əl-ilahə. Və misaluhu minəl-kəlam əl-imam. Əl-imam sözündəndir. Bir növ əl-imamə şeyindən də, bildin, əl-imamə. Fətişdəməətil həmzətan, iki dənə həmzə cəm olmuşdur fi kəlimətin, bir dənə kəlimədə kəthura istəmaluhuma ləha və çoxlu isə əlilahə, 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 əlilahə çoxlu ki işləndir. Ondan sonra nə olur? Allah elə bil ki وَاسْتَثْقَلُوهَا وَحَذَهُ الْأَسْلِيَّ Əsli olan əlifi atdılar. Niyə? لِأَنَّهُمْ وَجَدُوا فِي مَا بَقِيَ دَلَالَةٌ عَلَيْهَا Dedilər ki, bundan sonra yerdə qalanlar dəlalət edir ki, burada əsli bir dənə əlif olub. Ona görə bu həmzəyə olub. Həmzəyə ehtiyacımız olmadı. Bu həmzə atandan sonra nə oldu? Bu əsli həmzəni atandan sonra. Fətsəmətil lam. İki dənə lamlar adı nədir? Cəm oldu. Ulahuma sakinə, birincisi sukunlu idi. Fəədğəmuha fil-uxra. Bunu getirdilər, digərində idğam elədilər. Fəsarət lamən muthəqqələ fi qublikə Allah. Və gəldi oldu, təşridlədi Allah. Allah sözü kimi oldu. Bu, Allah sözü haqqında olan bir məlumat idi. Düzdür, yəni Allah sözü. Demək, xülasələndi ki, Allah sözü birinci, Şeyx Sadıq Rəhmətullah Aleyh də dedi ki, əl-ilahədən, yəni ibadədən götürülür. Sadəcə iki dənə həmzə olduğuna görə ağır oldu, bir çoxlu işlətdiklərinə görə əsli həmzəni atdılar, çünki dəlalət vardı orada və ondan sonra iki dənə lam da düzəldi, oldu Allah. Və Allah sözü oldu nə? Mustahaq lil-ibadə. Mustahaq lil-ibadə, ona görə bəzi yerlərdə Allah hətta məbud mənasında olacaq, yəni insanlar ona, və yaxud da digər məxluqatlar ona ibadət eləyir. Və pənah aparma mənasını götürsək, o mənası da uyğundur. Yəni, o mənasında işlətmək olar, bir problem yoxdur. Yəni, bir dənə söz deyəndə neçə dənə məna. Sadəcə əslində dediyimiz kimi, o da əslində ibadətin içindədir. Niyə demirik ayrı-ayrı deyil? Çünki imam hər iki mənada işlətdi yaxı. İmam bir işlətdi, dedi ki, məbuddur. Bir də işlətdi nədir? Pənah aparandır. Onda belə çıxır ki, istimalul ləfz bir dənə ləfzi işlədirsən, min əktər min məna, çoxlu məna nəzərdə tutursan. Yəni, bir dənə ləfzi götürürsən, məsələn, əyn sözünü deyəndə, bir dəfə əyn sözü işlədəndə, burada üsulda bəhsi var bunun. Bir dəfə əyn sözünü işlədəndə, sən əyn deyəndə həm zəhəbi nəzərdə tutursan, düzdür? Həm sən nəzərdə tutursan cariyəni, yəni həmin o axan çay mənası, həm baqiyəni, yəni gözü nəzərdə tutursan. Bu cür nə? Üç dənəni birdən istifadə eləmək olar ya olmaz? Burada ixtilaf var. Nə qədər ixtilaf var? Bir mənası, adı nədir? Məsələn, Axund Xorasani, yadımda olan qədərinə o belə deyir ki, bu nədir? Mahaldır. Mümkün deyil işlədirsən. Amma əslində bu sözlə iradlı sözdür. Niyə? Çünki bu mahal ola bilməz. Ahud, yox, mahal deyir. Deyir ki, mahaldır, amma bunda bu sözü mahal deyə bilmərsən. Niyə mahal deyə bilmərsən? Çünki etibarı işlərdə mahal yoxdur ki. Mahal haradadır? Xarici işlərdə. Bu ləfz var, bir məna, iki məna tutan, nə? Bu etibarı bir şeydir, çünki ləfzi ayrı bir şeydir. Etibariyatda mahal deyilən bir şey var. Mən etibar edirəm ki, məsələn deyim də, məsələn, hər hansı bir, məsələn, mahal bir dənə işi, Allahın şərikidir, mahallardan biri. Etibarı baxımdan Allahın şərikidir, kimisə nəzərdə tuta bilərəm, etibar aləmində olar da. Aləmül etibaratda olar, düzdür? Bu bursunda demək, aləmül etibaratda mahal deyilən bir şey yoxdur. O xaricdə var, bu işdə aləmül etibaratdır. İndi burada ixtilaf var. Amma hər iki nəzərlə götürsək, hər iki nəzər nə dedi? Yaxı, burada əslində iki də məna nəzərdə tutmadın. Elə o bursu da pənah aparmaq da həqiqətdə ibadətin həqiqətidir. Ona görə elə bir məna oldu.
İmam sadəcə bir mənanın neçə cəhətini xırdalayır. Əsl ibadət odur ki, sən necə pənah aparasan. Sadəcə bir var ki, biz ancaq o zahiri bəlalar gələndə ibadət edirik, onda pənah var. Bir də var ki, insan başa düşsə ki, mən hər anda, hər nəfəsimdə Allaha möhtacam, o hər anında o cürlə bütün şiddətlərdə neynəcək? Pənah aparacaq və hər yandan öz nəzərini keçəcək. Bu da oldu elə ibadətin həqiqi mənası. Ona görə də elə burada istimalü ləf fi vahid min əksər min məna olmadı. Yəni burada belə bir şey olmadı. İndi bundan sonra Şeyx Saduq nə demişdi? Tevhid barəsində nəzərimiz budur ki, həqiqətən Allah Taala vahidun əhad. Vahiddir, təkdir və əhəddir. İndi vahidun əhad mənası nədir? Birinci tevhiddə, tevhid barəsində əqidəmiz neçə cürdür? Bir, tevhid fizzat var. Tevhid fizzat nədir? Yəni Allahı zatən tək bilmir. Bilərsən ki, Allah Taala zatən təkdir. Bu da iki cürdür. Ya istər ümumən tək kişi, yəni bunun kimi ikinci bir Allah yoxdur və yaxud da ikinci bunu cüzlərdən bilməyəsən. Yəni deməyəsən ki, bu neçə dənə cüzlərdən ibarətdir. Bu həqiqətdə nədir? Elə bir dənə təkdir. Yəni bu cüzlərdən ibarət olsun. Məsələn, o ki, tevhiddən bəhs edirlər bəzən. Məsələn, Vahabi gəlir deyir ki, tevhiddən bəhs edir, birdən-birə qaçır yer ibadəti. Sən deməli birinci ki, tevhid bir zatdan danışaq. Tevhid bir zatın bir mənası əgər Allahı belə tək bilməkdirsə, bir mənası da onu cüzlərdən bilməməkdir. Sən ona cüz təyin edirsən. İndi lap əlin nə cürlüyünü bilməyəsən, ayağın nə cür olduğunu bilməyəsən, amma ən azından cüzdür. Kul deyil ki, o ələ Allahın özü deməyəcəksən ki, o ayağı Allahın özü deməyəcəksən ki, demək bu Allahın ən azından cüzüdür. Sənin Allahın zatında tevhiddə problemin var. Niyə gəlib başqa bir söhbət edirsən? Yəni söhbət eləyəndə gəlib bu cür nə deyirsən ki, sənin Allahın zatında, yəni bir tevhidin ilk mərhələsi Allahı zatda tək bilməkdir, sənin onda problemin var. Allahı cüzlərdən ibarət bilirsən. Lap mahiyyətini bilməsən belə. Əsas budur ki, sən onu cüz bildin, bilmədin. Deyirsən Allahın ayağı var. Deməyəcəksən ki, Allah elə onun ayağıdır. Əgər Allah onun ayağıdır desən, qəbul eləyər ki, sən bunu cüz bilmədin. Niyə? Deyirsən ki, hamısı eynidir. Amma sən deyirsən, yox, bu Allahın bir hissəsidir, yəni bir cüz idi, mahiyyətini bilməsən də, demək onu cüzlərə böldün. Cüzlərə böldünsə sənin tevhid fizzatda problemin oldu. Düzey, tevhid fizzatda. Bu tevhid fizzat birinci mənası budur ki, başqa bir dənə zatı Allahla şərik bilməyəsən, bir mənası Allahı həmin o cüzlərdə bilməyəsən. İkinci nə gəlir? Tevhid indi ikinci, üçüncü o kitablarda fərq eləyə bilər ha, yəni bölümünə görə. Məsələn, onlardan da biri tevhid, məsələn, fil əf'al. İndi sifatda deyəcək. Dediyim kimi də o tərtib odur, ediyor ki, bu tərtib birinci budur. Amma birinci mərtəbə hamı bilir ki, birinci mərtəbə təbii ki, zat gəlməlidir. Amma ondan sonra elə əf'al. Əf'al nədir? Allahın feilləri. Buna bəzən əf'al ilə bəzilərdə deyir, tevhid fi xaliqiyyə. Yəni xəlqdə tevhid. Yəni Allahı biləsən ki, Allah tək, yəni iş görəndə tək iş görür. Heç kimə ehtiyacı yoxdur. İstər yaratmalı, ona görə biz xaliqiyyət nə mənə? Nə? Rububiyyətdir, xaliqiyyətdir, hamısı da var. Rububiyyət. İndi ad nədir? Əslində biz buna niyə xaliqiyyət deyirik? Çünki Allah Taala hər bir iş görəndə xəlq edir də. Sizə hər bir iş görəndə xəlq edir. Ona görə bütün buna nədir? Həm də xaliqiyyət də deyə bilərik. Və həmçinin əf'al da deyə bilərik. Həmən bu əf'al ki var, Allah ki bu feillər görür, Allah bu işlər görür. Bu işlərdə heç kimə ehtiyac yoxdur. İstər öldürməkdə, istər diriltməkdə, istər məsələn ruzu verməyə olsun və yaxud da yaratmaq, adamı yaratsın ya başqasını yaratsın, fərq eləməz. Bu əslində bu həm də bizə dəlil olacaq ibadətdə. Nə cür ki deyirik Allah burada təkdir. Tək nə məna? Yəni heç kimə ehtiyac yoxdur. Amma burada vasitələrdən istifadə edir, eləmir. Əslində vasitələrdən istifadə edir də, öldürüb diriltmək. Vasitə mələkül maut qoyub, başqalarını qoyub, düzdür? Ruzu verməkdə mələklər var, yoxsa yoxdur? Hər bir işdə mələklər var. Halbuki Allah hər bir işdə heç kimə ehtiyac yoxdur ki. Heç bir işdə ehtiyac yoxdur, amma Allah deyir təkdir bu işdə. Allah tək idarə. Demək məsələ nədir? Məsələ budur ki, bu idarə edənlər müstəqil deyil. Əgər müstəqil bilsən, o zaman problemdir. Əgər sən hər hansısa bir feili desən ki, yox, burada filan kəs müstəqildir, mələkül maut müstəqildir. Müstəqil nə mənadır? Demək Allahın ən azından o işi görməkdə mələkül mauta ehtiyacı oldu. O işi özü görə bilməyəcək. Düzdür? Bu tevhid fil əf'alda problem getirir və yaxud da tevhid fil xaliqiyyətdə problem getirir. Əslində bunlar elə eyni mənadır. Sadəcə bəzi alimlər bölürlər ayrı dillə, ayrı demə. Əslində xəlqi də onun feilidir. O birisi feilləri də əslində onun xəlqidir. Və yaxud da ruzu vermək olsun, hər nə olur olsun. Məsələn, Allah Teala Quranda nədir? Fəl-müdəbbirət əmra.
bu işləri idarə edən mələklərə and olsun. Bu müdəbbirat nədir? Yəni tədbir görürlər, iş görürlər. Allahın buna ehtiyacı var, ehtiyacı. Əgər desən ki, yox, bunlar müstəqil iş görür, sən olursan müşrik nədə? Təvhid fil əf'alda və yaxud da fil xaliqiyyətdə. Düzdür, sən problemi yaranır da həmin o işdə. Sən bu əslində bizə dəlildir ki, nədir ki, burada müstəqil olmadığı halda biz müəyyən vasitələrin olduğunu və yaxud da Allah Taala uşaq yaratmaq istəyirdi. O uşağı yaratmaqda Allah Taala müstəqildir, müstəqil deyil, müstəqildir. Yaxşı da ata ilə ana niyə sırf orada ata ilə ana nəsə eləməlidir ki, bu uşaq dünyaya gəlməlidir? Bu bunu göstərir ki, yəni bu olmasa, əvəllahu ən yəcrəl əşya illə bil əsbab. Hədisi dedi ki, Allah da ümumən Qurana da fikri bu məna çıxacaq ki, Allah Taala işlərin səbəbsiz yerə olmasından boyun qaçırdı. Yəni işlər yalnız səbəb-nəticə ilə olmalı. Səbəb-nəticə ilə bu təkcə bu iş deyil ki, dua qəbulu da səbəb-nəticə olmalıdır. Orada da bir təvəssül ola bilər. Orada da bir problem yoxdur. Nəzər ki, burada əgər təvəssüldə o vasitəni problemli bilsən, şirk bilsən, onda gəlir burada da həmin bu mələklərin idarəsini və ya da başqasını da şirk biləsən. Bunlar hər biri ayrıca böyük bir bəhsdir. Sadəcə qısa olaraq üstündən keçirik. Bundan sonra nə gəlir? Bundan sonra təvhid fil ibadət gəlir. Məsələn, təvhid fil ibadət nədir? Təvhid fil ibadət budur ki, Allaha təvhid, yəni ibadətdə təvhid eləyəsən. Bildin? İbadətdə Allahı tək biləsən. Yəni Allah, ibadət yalnız Allaha məxsusdur. Başqasına sən ibadət eləyə bilmərsən. Təvhid fil ibadət budur da. Yəni sən Allahdan başqasına ibadət eləyə bilmərsən. Amma dediyimiz məsələ qayıdacaq. İndi həmən o təvəssüldə və yaxud da başqa bir işlərdə əslində sən ki ibadət eləyirsən, ibadət nədir? Xudu. İbadət xudu deyil, xudu eləyəsən də, düzdür, indi bəzilərdə təkcə xudu deyil. Məsələn, Şeyx Səfər Subhanə Həfəllahın Həfəllahullahın nəzərinə deyir ki, yox, təkcə şeydir, gərək onu ilah bilib xudu eləyəsən. Yəni, məbud bilib xudu eləyəsən, o zaman şeydir. Amma bəzilərdə deyir, yox, elə xududur. Sadəcə bu ki, sən gəlirsən Allahın övliyasına təvəssül eləyirsən, bu əslində Allah əmr eləyib deyə sən o əmrə xudu eləyirsən. Ona görə hədislərimizdə mələklər ki, Adəmə səcdə elədi ya, əslində hədislər deyir, nədir? Kânə tə'zîmən li Adəm və ibadətən lillah. Adəmə təzim idi, Allaha ibadət idi. Səcdəni ki, Adəmə eləyib, amma deyir, baxmayaraq ki, Adəmə eləyib, amma aslında Allaha ibadət idi. Niyə üçün? Allah əmr eləmişdi deyə o səcdəni eləyirdi. Allahın əmrinə itaət eləyirdi deyə bu olurdu təvhid. Şeytan da bu əmrdən boyun qaçırdı deyə oldu kafir. Baxmayaraq ki, adına da Adəmə səcdə eləməkdən boyun qaçırdı, amma oldu kafir. İndi təvəssül də Allah övliyalarına təvəssül eləmək, Allahın təyin elədiyi övliyalara sən təvəssül eləməyin həqiqətdə nədir? Allaha ibadətdir. Niyə üçün? Allah əmr edib, vəbtəğu iləyhil vəsilə və yaxud da bu Peyğəmbəri gəlib neyinib, vasitə qərar verib, ona görə nə olacaq? Bu sayılacaq Allaha ibadət. Niyə üçün? Sən xudu eləyirsən Allahın əmrinə. Amma birdən biri bundan boyun qaçırsa, biri təvəssülü inkar eləsə, Peyğəmbər və onun əhl-i beytinə təvəssül eləmirsə, o olacaq şeytanın mislində kafir. Niyə? Çünki Allahın dediyini inkar elədi. Amma bir də var ki, müşriklərin problemi nədir? Müşriklərin problemi buydu ki, Allahın təyin eləmədi. Bir dənə ayələrə fikir verin. Deyir, Allahın heç bir haqqında heç bir dəlil göndərmədiyinə ibadət edirlər. Allah'a heç bir şey eləmirlər. Mənası nədir? Allahın məzəmməti, əgər məzəmmət gəlibsə, danlaq gəlibsə, orada xüsusi qeyd varsa, o xüsusi qeydə aiddir. Xüsusi qeyd nədir? Haqqında heç bir dəlilət heç bir dəlil göndərmədiyini ibadət edirlər. Ona görə məzəmmət edir. İndi biri burada irad tuta bilər ki, İnqultə, qıltın nə deyir. Biri irad tuta bilər ki, onda belə çıxır ki, yəni Allah haqqında dəlil göndərsə, ona ibadət eləmək olar. Biz deyəcəyik, yox, Allah haqqında dəlil göndərsə, bu artıq istər-istəməz Allaha ibadət olacaq. Başqasına ibadət olmayacaq. Nə edirsən, Allah haqqında dəlil göndəribsə, o artıq Allaha ibadətdir, başqasına ibadət deyil. Amma o danlarlar ki, müşriklər üçün, orada əsas qeyd nədir? Allahın haqqında dəlil göndərmədiyinə ibadət edirlər. Bu da təvhid fil ibadə haqqında ki, ancaq müstəqil olaraq Allaha ancaq ibadət olmalıdır. Allahdan başqasına ibadət ola bilməz. Bir də gəlir təvhid fil sifat. Təvhid fil sifatdan məqsəd nədir? Təvhid fil sifatdan məqsəd budur ki, sifətlər elə Allahın zatıdır. Sifətlər Allahın zatıdır. Əhədiyyül məna deyirlər, əhədiyyül mənanın mənası nədir? Əhədiyyül məna, yəni məna baxımından da eynidir. Bütün bu sifətlər ki, ayrı-ayrı sifətlərdir, bunların mənası eynidir. Düzdür, bu sifətlər məfhum baxımından ayrıdır. Zehnimizdə.
Məfhum baxımdan ayrıdır. Məfhum baxımdan ayrıdır. Nə cür məfhum baxımdan? Məsələn, adı nədir? Rəzzaq. Rəzzaqın məfhumu nədir? Ruzu verən. Ayrı məfhumdur da. Bir tərəfdən Qəffar. Qəffar da nədir? Bağışlayan. Bu da ayrı məfhumdur. İstərsəmiz ayrı məfhum. Xaliq ayrı məfhumdur. Rəhim ayrı məfhumdur. Amma baxmayaq ki, bunlar ayrı məfhumdur, məfhum olaraq, yəni zehni vücudda, amma xarizdəki müstaqı eynidir. Əhədiyyül məna budur, yəni xaricdə olan varlıq eynidir. Nə cür ki, həmin o bayaqlar dediyim hədisdə İmam Sadiq əleyhissalam özü işarə edir. İmam Sadiq əleyhissalam işarə edir, deyir ki, ey Hişam, Allahın adını kilsəyli, sonra deyir ki, ad adlanmışdan başqa bir şeydir. Ad adlanmışdan başqa bir şeydir. Və bunu deyəndən sonra Hişam da deyir ki, başa düşdün ey Hişam, biraz məsələdən söz deyəndən sonra deyir, başa düşdün, deyir ki, biraz da artır. Deyir ki, Allahın 99 dənə adı var. Əgər hər bir ad öz-özlüyündə nəsə olsaydı, məzmunu bu da hədisindir. Əgər hər bir ad öz-özlüyündə bir şey olsaydı xaricdə, onda gəlir 99 dənə ilah olaydı. Yəni, hər məfhuma görə bir dənə ayrı olsaydı, ondan görə 99 dənə nə olaydı? İlah olaydı. Amma biz ona görə nə deyirik? Deyirik ki, Allah əhədiyyül mənadır. Yəni, baxmayaraq ki, zehnimizdə bu sifətlər ayrıdır, amma xaricdəki vücudu eynidir. Xaricdəki vücudu eynidirdən məqsəd nədir? Və buradakı problem nədir? Buna da qısa toxunaq. Xaricdəki məfhum eynidirdən məqsəd budur ki, yəni Allah qadirdir, zatən qadirdir. Allah əlimdir, elmlidir, zatən elmlidir. Amma biz məxluqatda nə cürdür? Biz məxluqatda fərqlidir. Bir mənim zatım var, bir də mənim elmim var. Elmim ayrı bir şeydir. Hələ onu iktisab eləməyin, bu əslində nədir? Buna bir dəlildir ki, mənim zatım ayrıdır, elmim ayrıdır, qüdrətim də ayrıdır. Yəni, mənim qüdrətimdən zatım ayrıdır, amma Allahda elə zatı onun qüdrətidir. Yaxşı, mən iş görəndə özümdən ayrı olan, öz zatımdan ayrı olan sifət olan qüdrət vasitəsi ilə iş görürəm. Niyə? O qüdrətdən istifadə edirəm, bu işi görürəm. O qüdrət olmasaydı, mən o işi görməyəcəkdim. O sifət ayrıca sifət olmasaydı üçün. Mənim bu dəqiqə elmim, əgər bunu oxumağa, məsələn, ərəb hərflərini oxumağa varsa, istərsəm ərəb hərflərini oxumaq üçün mən elmin vasitəsi ilə oxuyuram. Əgər o olmasaydı, mən oxumayacaqdım bunu. Oxuya bilməyəcəkdim. Amma Allah Taala bir şey biləndə zatən bilir. Ayrı bir şey deyil ki, ayrı bir şey vasitəsi ilə bilsin. Allah bir şeyi eləyəndə elə öz zatı ilə qüdrəti var ona. Ayrı bir şey deyil. Yaxşı, nə problem yaradır əgər Allah haqqında desək ki, yox, Allahda da elə bizdəki kimi ayrıdır. Əgər bunu desək, biz ki, əgər mən bunu oxumaq üçün ehtiyacım var qüdrətə, öz zatımdan başqa bir şeyə ehtiyac olacaq. Yəni, zatən mən möhtacam. Allah insanı elə yaradır ki, zatən hər bir şeydə möhtacdır. Zatən möhtacdır. Ən azından elmə möhtacım var, qüdrətə möhtacım, ehtiyacım var, filan şeyə ehtiyacım var. Amma Allah Taala zatən əgər desək ki, elmi, qüdrəti Allahın zatından ayrıdır, demək zatı, əgər bir iş görmək istəyəndə gərək qüdrət ayrı bir şeydirsə, qüdrəti ehtiyacı olacaq. Lazım da öyle zahirdə ayrı-ayrı şeylər olsun, iki dənə cüz olsun. Yox, daxildə də olsa, ən azından ona ehtiyacım. Mənim qüdrət sifətim olmasaydı, mən bu dəqiqə bu işi görə bilməyəcəkdim. Mən zatən bu qüdrətə ehtiyacım var. Görmürsən, xəstələnəndə qüdrət sifətimi aradan gedir deyə, nə olurəm? Qalxa bilmirəm. Və Allahda bu cür nə deyil ki, Allah zatən elə qadirdir. Əgər bir son ayrıdır, onda gərək zatən Allah möhtac olsun. Allah da zatən möhtac deyil. Bu bir problem. İkinci problem nədir? Gərək o qüdrət ayrı olsa, elm ayrı olsa, nə cür ki, əhl-i-sünnə deyir ki, Allah özü göydədir, elmi yerdədir. Bunun bir problemi budur ki, Allahın ehtiyacı var. Bir də budur ki, yaxşı, bu elm əvvəldən vardı. Yəni, bu elm əslində hardan idi? Allah bu elmi sonradan bilib, yoxsa əvvəl bilib? Əgər desən ki, əvvəldən vardı, bu olur təəddüdül qudəma. Yəni, qədimlər neçədən qədim oldu, neçədən Allah oldu. Bir elm Allah'a, bir də zat Allah'a. Neçədən Allah'ın oldu, birdən Allah olmadı ki. Və dediyim kimi, həmin bu Allah'ın buna ehtiyacı oldu, bu elmə. Elmin də digər işlərdə bu vursa Allah'a ehtiyacı olacaq. Və həmçinin digər sifətlərdən, azulillah bu cürlə. Və bir də var ki, bunun müqabilində adı nədir? Desən ki, yox, bu sonradan yaranıb, sonradan yaranma vəbşə böyük bir problemdir. Niyə yaxşı sonradan yarab, onu kim yaradır? Ya gərək bir başqa Allah olsun ki, o elmi yaratsın ki, bu vursa Allah nazubullah həmin o elmdən istifadə eləsin. Bu Allah ki, özü o elmi yarada bilməz. Niyə? Faqid o şey la yoxdur.
Əgər birində bir şey yoxdursa, onu heç vaxt əta eləyə bilməz. Məndə bu dəqiqə pul olmasa, pul əta eləyə bilmərəm. Elm olmasa, elm əta eləyə bilmərəm ki, düzdür? Allahda da əgər sən deyirsən, bu elm ayrı idi, elm sonradan yaranmışdı, Allahda bu elm yox idisə, demək Allah bunu yarada bilməzdi, Allah da bunu yarada bilməzdi, demək bir başqa Allah bunu yaratmalıydı, o zaman yenə də sən geri tevhiddə problemin oldu. Yəni, əhl-i sünnə bütünlüklə müxaliflərimiz istər tevhid fizzatda problemləri var və istər də ki, tevhid fil ibadədə də problemləri var. Nədə? Allahın vəlilərini qəbul eləməyiblər. Bu da tevhid fil ibadət xuzu eləməyiblər Allah. Tevhid fil sifatda da problemləri var. Gör, neçə cəhətdən müşrik oldular. Düzdür, zahirən müsəlman hökmü verəcək ya onlara. Deyəcək ki, zahirən Pakda müsəlmandır. Amma həqiqətinə gedəndə gör, neçə dənə məsələdə müşrik oldular. Bu tevhid haqqında olan qısa bir bəhs idi. Arxasını oxuyaq, Əhəd barəsində olan hədisləri, yoxsa qalsın? Qalsın. Və sallallahu alə seyyidina və nəbiyyina Muhammed və alə alihi.